لكن نتخيل أن الناس بيرضون عنا جميعا، لا. ارفع رأسك وقل أنا سلفي، ما في شيء. يسأل عن نسيان سجود السهو. Sual verilir ki, səhv səcdəsini tərk etmək, istər bilərəkdən olsun, istərsə də unudaraq, hökmü nədir? Əli, Allah sənə bərəkət versin. Əvvəla, səhv səcdəsi haqqında. Bu, namazın sonunda ya salamdan əvvəl, ya da salamdan sonra edilən iki səcdədir. Səbəbi isə ya namazda artırma, ya əskiltmə, ya da şəkk etməkdir. Səhv səcdəsinin səbəbi budur. Ya artırmaq, ya əskiltmək, ya da şəkk etmək. Əgər namaz qılan namazın vaciblərindən birini unudarsa və artıq onun yeri keçmişsə, yəni geri qayıdıb onu yerinə yetirə bilmirsə, o zaman bu boşluğu səhv səcdəsi ilə doldurur. Lakin əgər bir rükunu unudubsa və yeri keçibsə, onu yalnız səhv səcdəsi ilə düzəldə bilməz. Əksinə, mütləq həmin rükunu yerinə yetirməli, sonra isə səhv səcdəsi etməlidir. Bu aydındırmı? Yəni, bəzi insanlar elə hesab edirlər ki, rükunu unudanda onu səhv səcdəsi ilə əvəz etmək olar. Bu səhvdir. Fatihəni unudan şəxs onu səhv səcdəsi ilə düzəldə bilməz. Mütləq Fatihəni oxumalıdır. Rükunu unudan onu səhv səcdəsi ilə düzəldə bilməz. Mütləq rükunu etməli, sonra səhv səcdəsi qılmalıdır. Məsələn, səcdəni və ya iki səcdə arasındakı oturuşu unudan şəxs. Bunların hamısı rükundur. Namaz qılanın rükunu tərk edib, onu yalnız səhv səcdəsi ilə əvəz etməsi qətiyyən mümkün deyil. Rükunu yerinə yetirməli, sonra səhv səcdəsi etməlidir. Vacibi bilərəkdən tərk etmək isə namazı batil edir. Kim birinci təşəhhüdü bilərəkdən tərk edərsə, namazı batil olar. Buna əsasən deyirik ki, unudaraq tərk etdiyi birinci təşəhhüdün əvəzinə edilməli olan səhv səcdəsini də bilərəkdən tərk edən şəxsin namazı batildir. Namaz pozulur. Niyə? Çünki o iki səcdə unudulan birinci təşəhhüdün yerini tutur. Əgər o iki səcdəni bilərəkdən tərk edirsə, sanki təşəhhüdü bilərəkdən tərk etmiş olur. Bizim qaydamıza görə, vacibi bilərəkdən tərk edənin namazı batildir. Elm əhlinin ən doğru rəyinə görə birinci təşəhhüd vacibdir. Bunun dəlili isə Peyğəmbərin sallallahu aleyhi və səlləm onu unudanda səhv səcdəsi ilə düzəltməsidir. Buna diqqət yetir, Əli. Allah sənə bərəkət versin. Mən bu məsələni ona görə təfsilatı ilə izah etdim ki, sən səhv səcdəsinin tərk edilməsi dedin. Mən də səhvə yol verilən məqamın vacib, yoxsa rükün olduğunu ayırt etmək üçün bu izahı verdim. Amma əgər insan səhv səcdəsi etməyi unudarsa, yəni namazda bir çatışmazlıq olub, o isə salam verib və səhv səcdəsi etməyi unudub. Ona deyirik ki, nə vaxt xatırlasan, səhv səcdəsini et. Yalnız bir hal istisnadır. Əgər fasilə çox uzun çəkərsə, məsələn, üstündən tam bir gün keçibsə və ya növbəti günə daxil olubsa, artıq vaxtı keçmiş sayılır. Buna görə də insan səhv səcdəsini unudarsa, üzürlü sayılır. Amma səhv səcdəsinin vaxtı keçəndə o da düşür. Səhv səcdəsinin nə qədər vaxt qaldığı barədə alimlər ixtilaf etmişlər. Bəzi alimlər deyir ki, nə vaxt xatırlansa edilməlidir. Hətta ömürlük. Lakin bu, zəif rəydir. Bəziləri deyir ki, adətə görə fasilə çox uzun olmayana qədər edilə bilər. Digər elm əhli isə deyir ki, növbəti namazın vaxtı daxil olana qədər edilə bilər. Məsələn, zöhr namazında səhv səcdəsini unudubsa və əsr azanından əvvəl xatırlayıbsa, səcdələri edir. Yaxud işa namazında unudub, gecə namazına duranda xatırlayıbsa, səcdələri edir. Bu rəy həqiqətə ən yaxın olan rəydir. Allah daha yaxşı bilir. Əziz izləyicilər, videonu bəyəndinizsə, abunə olub bizə dəstək ola bilərsiniz.